Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Gündəmdə olduqca maraqlı transfer və ayrılıq xəbərləri var. Qeyd edim ki, rəsmi transfer xəbəri də var. Ona görə də sona qədər izləməyi unutmayın. Qarabağ komandası legioner futbolçularından birini yola saldı. Həmçinin yeni transferlər kimlərdir? Bu barədə məlumatlandıracağam. Qarabağ, Sabah və Neftçidən transfer istəkləri, transfer danışıqları barəsində də məlumat alacaqsınız. Sona qədər təbii ki, videonu izləsəz. Videonu sona qədər izləyin, bəyənin, zəhmətimizə dəyər vermək üçün şərhlər bölümündə də fikirlərinizi yaza bilərsiniz. Kanala abunə deyilsinizsə, abunə olun, bildirişləri açıq tutun. Olduqca möhtəşəm xəbərlər sizi gözləyir. Mən isə vaxt itirmədən məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki, dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirəm. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Bəli, dəyərli izləyicilər, əgər məcbur qalmasaq paylaşmazdıq. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirəm. Öncədən hər birinizə təşəkkür edirəm. Allah heç kimi darda qoymasın. İndi isə məlumatlara keçid alım. Bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası legioner futbolçularından birini, daha dəqiq desək, Chris Kouakounu yola salıb. O hansı kluba keçib, bu barədə də artıq məlumat var. Məlumatı sizin nəzərinizə çatdırım. Dəyərli dostlar, Chris Kouakou 26 yaşlı yarım müdafiəçi ilə Qarabağ arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasının Norveçin yüksək liqa təmsilçisi Sarpsborg 08 komandasında davam etdirəcək. Kouakou artıq tibbi müayinədən keçib və yeni müqavilə bağlanılıb. Chris Kouakou Qarabağa ötən yay transfer olunmuşdu. Kotdivarlı futbolçu əsas heyətdə möhkəmlənə bilmədiyi üçün Qarabağdan ayrılıb. O, bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxmışdı. Bəli, Chris Kouakou qeyd etdiyimiz kimi Sarpsborg 08 komandası ilə müqavilə bağlayıb. Bu barədə klub da artıq məlumat yayıb və məlumatda bildirilir ki, Chris Kouakou ilə 2,5 illik müqavilə bağlanılıb. Həmçinin Chris Kouakou özü də açıqlama verib Sarpsborgun rəsmi saytına. Onu da sizin nəzərinizə çatdırmaq istəyirəm, dəyərli dostlar. Chris Kouakou görək nələr deyib. O bildirib ki, Sarpsborgun məni istədiyini eşidəndə çox sevindim. Mənim üçün Norveç futbolu İngiltərə futboluna çox bənzəyir. Sürətli tempdə, gərgin və fiziki cəhətdən aktiv oyunlar baş tutur. Mən bunu sevirəm. Norveç futbolunda yeni addımlar ata biləcəyimi görəcəksiniz. Mən də bunu istəyirəm. Chris deyir ki, futbolçu kimi heç vaxt tam hazır olmadığını, daha da irəli getməyə can atdığını bildirib. Kouakou həm daxili, həm də oturan, yəni dayaq yarım müdafiəçi kimi oynaya bilər. O bildirib ki, mən oyuna intensivlik və təzyiq ilə töhfə verən oyuncuyam. Topu irəli aparmağı və oyunun tempini müdafiədən hücuma daşımağı sevən oyuncuyam. Hər halda belə bir açıqlama verib Chris Kouakou. Qeyd edim ki, hal-hazırda Chris Kouakou'nun transfer dəyəri 500 min avroya qədər yüksəlmişdi təbii ki, Qarabağa gəldikdən sonra. O, uğurlarına gəldikdə bir dəfə Tunis kubokunun qalibi olub. Qarabağda onun ən yüksək transfer dəyərinə qədər yüksəlib və qeyd etməliyəm ki, əslində zəngin karyerası var. Midtjylland kimi komandalar çıxış edib, daha sonra Mafraya, Mafradan isə Qarabağa keçib. Və Sarpsborg klubu da öz saytında bildirib ki, Qarabağda o, Çempionlar Liqasının liqa mərhələsində çıxış edən futbolçulardan biri olub. Uğurlar diliyirik Chrisoya. Qarabağda alınmadı. Ümid edirəm ki, gələcək karyerası uğurlu olar və təəssüf ki, Qarabağdan daha bir ayrılıq gördük. Amma transferlər hələ ki gedişir. İndi transferlər barəsində də danışaq. Dəyərli dostlar, bilirsiniz ki, bir neçə gün və öncə xəbər vermişdim. Mustafa Sangara ilə Qarabağ komandası danışıqlar aparırdı və bu xəbəri ilk
Azərbaycan mətbuatına verən mən olmuşdum dəyərli dostlar. Eksklüziv bir xəbər kimi sizin nəzərinizə çatdırmışdım. Daha sonra xəbər saytları bu xəbəri paylaşdılar dəyərli dostlar. Bu futbolçunun Qarabağa keçidi baş tutmayacaq. Bunu da sizin nəzərinizə çatdırım. Son aldığım məlumat bu yöndədir ki, futbolçu əslində özü Qarabağa gəlməyə meyilli olur. Çünki hal-hazırda çıxış etdiyi Levski komandasında o 120 min avro maaş alırdısa, Qarabağda təqribən bunun 2 qatını alacaqdı. Yəni Qarabağ belə bir təklif vermişdi. Hal-hazırda futbolçunun transfer dəyəri 1,5 milyon avro idi. Amma Levski komandası bu futbolçu üçün 3 milyon avro tələb edir və ona görə də Qarabağ komandası bu futbolçunun transferindən vaz keçib. Çünki Əl-Əhli klubu 2,5 milyon avro tələb edib, daha doğrusu təklif edib bu futbolçu üçün. Klub da əslində 2,5 milyona razılaşıb, yəni Levski Sofia komandası. Amma futbolçu ora getmək, Əl-Əhliyə getmək istəməyib, o Qarabağa keçmək istəyib. Amma Qarabağ klubun təzminat istəyini qarşılamayıb və ona görə də danışıqlar hələ ki dondurulub. Bu xəbərdə eksklüziv olaraq ilk mən sizin nəzərinizə çatdırıram. Yəni ki, bir neçə gün sonra digər saytlardan da oxuya bilərsiniz. Bəs Qarabağ kimləri transfer etmək istəyir və hal-hazırda bu futbolçunu ekranda görürsünüz. Söhbət Marcelo Ajoldan gedir. Bax, bu futbolçu hal-hazırda Qarabağın transfer edəcəyi futbolçular siyahısındadır və real görünən transferlərdən biridir dəyərli dostlar. Braziliyanın Sport Recife klubunda çıxış edən müdafiəçi Marcelo Ajolo ilə Qarabağ yaxından maraqlanır. 23 yaşlı futbolçunun keçidini həll etmək üçün Braziliya B seriyasında mübarizə aparan klubla danışıqlara start verilib. Marcelo üçün rəsmi təklifin göndərildiyi də iddia olunur. Amma Qarabağın ilk təklifi Sport Recifeni razı salmayıb. Mərkəz müdafiəçinin hazırki klubu ilə müqavilə müddəti 2027-ci ilin sonuna qədər, yəni dekabrın 31-nə qədərdir. Onun transfer qiyməti 100 min avro kimi qiymətləndirilir. Ajol indiyə qədər Sport Recife'dən savayı Avropada Dubravada Xorvatiya komandasında çıxış eləyib. Yəqin ki, bu futbolçunun keçidi baş tutacaq. Qarabağ üçün çox vacibdir bu futbolçunun keçidi. Çünki dəyərli izləyicilər, qeyd edim ki, bu futbolçu Qarabağa nəyə görə vacibdir? Çünki mərkəz müdafiəçisidir və sağ cinahda da oynaya bilir. Hal-hazırda Bəhlul Mustafazadanın zədəli olması, Bədavinin artıq karyerasını başa vurmaq üzrə olduğunu nəzərə alsaq, eyni zamanda Dinamo Zagreb'dən transfer olunan Sami Emaminin yayda icarə müqaviləsi başa çatacaq, o geri qaytarılacaq. Bütün bunları nəzərə aldıqda müdafiə xəttində qalır təkcə Kevin Medina. Ona görə də mərkəz müdafiəyə Qarabağ komandası ciddi cəhdlə transferlər etməyə çalışır. Bu futbolçudan başqa daha bir mərkəz müdafiəçisi də transfer olunacağı gözlənilir. Bunu da sizin nəzərinizə çatdırım. Məlumat olduqca sizin məlumatlandıracağım. Qeyd edim ki, bu futbolçu 23 yaşı var və 1,87 m boyu var. Eyni zamanda qeyd etdim, həm mərkəz müdafiəçi, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilir və Braziliyanın Rio de Janeiro şəhərində doğulmuş futbolçudur. Məncə Qarabağa fayda verə biləcək futbolçudur, Qarabağda artıra biləcək futbolçudur, amma Qarabağdan daha möhtəşəm transferlər təbii ki biz gözləyirik. İndi bu Marcelo Ajol inşallah ki Qarabağa gələr bu öz yerində, amma digər transfer istəkləri də var. Bu barədə bir qədər sonra məlumat verəcəm. Ondan öncə qeyd edim ki, Nəriman Axundzadəni transfer edən Columbus Crew klubu Qarabağın daha bir futbolçusu üçün təklif göndərir və ciddi cəhdlə Toral Bayramovu transfer etmək istəyir. Görünür ki, Nəriman Axundzadə ilə Toral Bayramov, hansı ki ikisi də Xəzərlənkəran məktəbindən çıxmış futbolçulardır və ikisi də Cənub bölgəsindəndir. Yəqin ki, Nərimanın da bu transfer istəyində təsiri var. Toral Bayramov da Qarabağda son vaxtlar əsas heyətə düşə bilmir, sonradan adətən oyuna daxil olur və onun bu keçidi baş tuta bilər. Qarabağ komandası nə qədər təzminat tələb edəcək, bunu Crew komandası ödəyəcəkmi yoxsa yox, yaxın günlərdə görəcək. Amma ciddi şəkildə təklif var Toral Bayramov üçün. Sizcə Toral Bayramov Qarabağdan getsinmi, yoxsa qalsınmı? Fikirlərinizi şərhlər bölümündə yazın. Qarabağın digər transfer etmək istədiyi futbolçu Jale Muaddibdir. Bu barədə sizləri məlumatlandırmışdım. Yeni bir məlumat var, onu da sizin nəzərinizə çatdıracağım.
Dəyərli izləyicilər, qeyd edim ki, məlumatda deyilir ki, Digi Sport portalı bu barədə yazıb. Ağdam təmsilçisi Kiprin Omonia klubunda çıxış edən Jali müaddibi heyətinə qatmaq üçün ciddi cəhd edir. Mənbənin məlumatına görə Azərbaycan çempionu 25 yaşlı Vingerin keçidini həll etməyə çox yaxındır. Artıq tərəflər arasında 3+1 şərti ilə 4 illik müqavilə razılaşması var. Fransa və Mərəkəş vətəndaşlığına malik olan cinah oyunçusu mövsümün sonunda azad agent statusu alacaq. Qeyd edək ki, Jali müaddib karyerası ərzində Fransanın Lille B, Angers B, həmçinin Rumıniyanın Bozaşani klublarında çıxış edib. O, cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 maçda 2 qol vurub və 3 məhsuldar ötürməklə yadda qalıb. Sonraki hadisələr barədə daha çox məlumat almaq üçün kanalımıza abunə olun, bildirişi açıq tutun və biz bu məlumatları sizin nəzərinizə çatdıracağıq. Bir də Qarabağ komandasının transfer etmək istədiyi futbolçu, bax bu futbolçu da var, onu da sizin nəzərinizə çatdırım. Deməli, söhbət Leonardo José dos Santos'dan gedir. Bu futbolçu ilə danışıqlar müsbət yöndə davam edir, onu da sizin nəzərinizə çatdırmaq istədim. Daha əvvəl bu barədə sizləri məlumatlandırmışdım. Dəyərli dostlar, Qarabağ komandası deməli Sanqara'nın transferi baş tutmadığına görə, hələ ki dondurulmuş olduğuna görə Sumano variantına yenidən göz gəzdirir. Ola bilsin ki, Sumano məhz Qarabağın düşərgəsinə qoşulsun, amma bu yayda baş verə bilər, yaya qədər gözləməliyik. Sabah komandasının Cua Atletico Madridin keçmiş futbolçusu Tony Maya'nın transfer edəcəyi ilə bağlı mətbuatda yayılan xəbəri biz də araşdırdıq və klubdan verilən rəsmi məlumatda xəbər təkzib olundu və bildirildi ki, belə bir xəbər yoxdur. Əgər belə bir hər hansı danışıqlar olarsa, hər hansı futbolçu ilə, o zaman klubun rəsmi səhifəsində bu barədə məlumat veriləcək. Yəni, bu xəbər yalandır, bilmirəm, indi hansı xəbər kanalları və yaxud saytları bu barədə məlumat yaymışdır. Neftçi komandasının futbolçusu Kristian Kostin yola salınır, dəyərli dostlar. Ekranda bu fotonu düzəldək. Nədənsə bu foto düz qalmayıb. Bəli, Kristian Kostin 27 nömrəli futbolçu Neftçidən yola salınır. Qeyd edim ki, Neftçinin baş məşqçisi Verildub bu futbolçunun xidmətində maraqlı deyil. O, dekabrın 15-də Sumqayıtlı oyunda 5 dəqiqə meydanda olub. 5 gün sonra Karvan Yevlax qarşılaşmasında 46 dəqiqə meydanda olub. Ondan sonra Neftçi komandası bu futbolçuya şans verməyib. Qeyd edim ki, bu futbolçu ilə Neftçi arasında bir üstəgəl bir şərti ilə 2 illik müqavilə bağlanmışdı. Yəni, müqavilənin ikinci bir ili aktiv olmayacaq. Yəni, yayda artıq müqavilə başa çatır və bir illik müqavilə başa çatır. İkinci il deməli, artırılmayacaq və bu futbolçu yola salınacaq. Bu məlumatda sizin nəzərinizə çatdırdım. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə abunə olun, bildirişi açıq tutun, videonu bəyənin, dostlarınızla paylaşın və növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Hələlik.